Biz bugün mövzu sınaq imtahanı 4, bilik yaşına düşən 6-cı siniflərin məntiq suallarına baxırıq. Birinci sualda deyilir ki, Qasım ardıcıl gələn 8 dənə ədəd yazdı və bu zaman o, ən böyük ədədin ən kiçik ədəddən 2 dəfə böyük olduğunu söylədi. Ən kiçik ədəd neçə idi? Bizim ən kiçik ədədimizi n götürsəm, ən böyük ədədim isə 2n olacaq. Və ardıcıllığa baxanda görürük ki, burada 8 dənə ədəd var. Deməli, bizim ən birinci yerdə duran ədədimiz n, ən axırıncı yerdə durduğu ədəd isə n plus 7 olacaq. Və n plus 7 bərabərdir. Ən böyük ədədimizin 2n olduğunu bilirik. Və buradan n'i tapanda n də bərabərdir 7-yə. Deməli, bizim ən kiçik ədədimiz 7, ən böyük ədədimiz isə 14 olacaq. Və bizdən ən kiçik olanı soruşduğu üçün B variantı 7-ni götürərik. Keçək ikinci suala. Bütün rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək 2-5 rəqəmli ədədin cəmi ən çox neçə olar? Burada ən çox sözünə görə biz əvvəlcə təklik, onluq, yüzlük, minlik və 10 minlik. Deməli, mən burada 5 rəqəmli olduğuna görə 10 minliklərin yerinə ən böyük rəqəmlərimdən istifadə edəcəm. Sonra digərlərini isə toplaya-toplaya gedəcəm. Yəni, yanına yazacağım. Belə ki, bizim ən böyük rəqəmimiz 9 olduğu üçün 9 və 8, sonra 7, 6, 5, 4, 3, 2, 1 və 0. Bütün rəqəmlərdən istifadə etmiş oldum və başlayıram onları cəmləməyə. Bu zaman bunları cəmləyəndə edəcək 183.951 D variantı. Keçək növbəti sualımıza, üçüncü sualımıza. Üçüncü sualımızda deyilir ki, şagirdlər sıralara 6-6 otursalar, 15 şagird ayaq üstə qalar, 11-11 otursalar, 5 sıra boş qalar. Sinifdə neçə şagird var? Deməli, burada bu sıra məsələlərinə aiddir. Burada nə edəcək şagirdlər? Deməli, 6-6 otursalar, yəni 6x, 15 şagird ayaq üstə qalar. Yəni, 15 şagirdimiz ayaq üstə qaldı. Və bunu bərabər edirik. Bu zaman deyir ki, 11-11 otursalar, 5 sıra boş qalar. Şagird demir, 5 sıra boş qalar dediyinə görə alarıq belə. 11 vurulsun, x çıxılsın, 5. Və buradan tənliyi həll edirik. Tənliyi həll edəndə alarıq 6x üstə gəl 15 bərabərdir 11x çıxaq 55. Və burada 11x-dən 6x çıxanda 5x bərabərdir 55 ilə 15-də toplayanda 70. X də bərabərdir 14-də. Biz burada hələ 14 dənə x-i tapmışıq və bizdən ancaq bir sinifdə neçə şagird var? Neçə şagird var dediyinə görə tənliyin bir tərəfində yerinə qoyub hesablayırıq. İstəsək bu tərəfdə qoya bilərik, istəsək bu tərəfdə, yəni eyni cavab alarıq. Məsələn, 14-dən 5 çıxsam qalar 9, 9-u vuraram 11-ə, eləyər 99. 99 və cavab D variantı alarıq. Keçək dördüncü sualımıza. Dördüncü sualımızda deyilir ki, bilet satışı növbəsində Əli başdan 4-cü, Yusif isə sondan 5-ci sıradadır. Əli ilə Yusif arasında 12 nəfər var. Buna görə Yusif ilə sıranın tam ortasında duran Pərviz arasında neçə nəfər var? Burada nə edəcək? Deməli, Əli başdan 4-cü, Yusif isə sondan 5-ci olduğu üçün, məsələn, belə bir sıra götürək. Əvvəldən 5-ci, Yusif 5-ci, Əli isə 4-cüdür. Onların arasında da 12 nəfər var. Deməli, ümumi bu sırada 5 üstə gəl 12 üstə gəl 4, 21 nəfər var. Buna görə Yusif ilə sıranın tam ortasında duran Pərviz arasında neçə nəfər var? Əgər ümumi sırada 21 nəfər varsa, ən ortada dayanan
adam 11-ci adam olacaq. Çünki 11 tərəfə, 10 da bir tərəfə, ortada 11-ci adam tən ortaya düşəcək. Və 11-ci adamımız Pərviz olacaq. Pərvizlə deyir, buna görə Yusiflə Pərviz arasında olan adamların sayını istəyir bizdən. Yusif bilirik ki, sondan 5-ci idi. Yəni 11 ilə 5 arasında olan adamların sayını istəyir. Bu da olacaq 5 nəfər, variant B variantı. Sonra keçək 5-ci suala. 5-ci sualda deyilir ki, Sadiq anadan olanda anasının 21 yaşı var idi. İndi onların yaşlarının cəmi 37-dir. Sadiqin neçə yaşı var? Sadiq anadan olanda biz bilirik ki, 0 yaşı olub. Ananın isə 21 yaşı olub. İndi onların yaşlarının cəmi deyir 37-dir. O zaman mən 37-dən çıxaram 21'i, alaram 16. Bunlar 2 nəfər olduqlarına görə, yəni hərəsinin üzərinə neçə il gəldiyini tapırıq. Bölürük 2-yə, alarıq 8. Deməli, Sadiqin 8 yaşı var. Cavab D variantı. Keçək 6-cı sualımıza. 6-cı sualımızda belə deyilir. Kitab səhifələmək üçün 234 rəqəmdən istifadə olunmuşdur. Kitabı neçə səhifəlidir? Bu kitab neçə səhifəlidir? Deməli, kitabın səhifələrini tapmaq üçün bizə əvvəlcə 234 rəqəm deyir. Biz bilirik ki, bizim 9 dənə bir rəqəmlərimiz var. 90 dənə 2 rəqəmlərimiz var. Lakin 2 rəqəmli olsa da rəqəmlərinin sayını tapanda bizə 180 verir. Yəni 2-yə vururuq. Deməli 180 üstə gələk 9. Bu edəcək 189. Və 234-dən çıxarıq 189-u, alarıq 45. Deməli, mən indi hal-hazırda 3 rəqəmləri tapmalıyam. 45-i böləcəm 3-ə, alacam 15. Deməli, mənim səhifələrim olaraq 100-dən başlayır və 100-dən başladığı üçün 100 üstə gəl 15, çıxaq 1. Bu da edəcək 114. Variant A variantı. Keçək 7-ci sualımıza. 7-ci sualımızda isə bizə nə deyilir? 7-ci sualımızda bizə deyilir ki, qanuna uyğunluğu müəyyən edin və sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Bu sadə suallardan biridir. Burada nə etmək lazımdır? Deməli, 19-dan çıxarıq 4-ü, alarıq 15. 15-i bölərik 3-ə, alarıq 5. Deməli, 14-dən çıxarıq 8-i, alarıq 6. 6-nı bölərik 3-ə, edər 2. Və biz burada indi nə edərik? Sual işarəsini tapmaq üçün 16 çıxaq 2, alaq 14. 14-ü bölərik 2-yə, alarıq 7. Variant B variantı. Keçək 8-ci sualımıza. 8-ci sualımızda bizə bir uyğunluq verib, qanuna uyğunluq verib, yəni ardıcıllıq. Burada nə baş verir? Deməli, 4-ü vururuq 2-yə, daha doğrusu 4-ü vururuq 3-ə, alırıq 12 və 12-dən çıxırıq 2-ni. Bu ardıcıllığı, yəni 10-u vururuq 3-ə 30, 30-dan çıxırıq 2-ni, qalır 28. Bu ardıcıllıq eyni ilə gedir. Deməli, biz variantlar arasından həmin ardıcıllığı tapmalıyıq. Və burada C variantına baxanda görürük ki, 5-i vururuq 3-ə 15, 15-dən 2 çıxırıq 13, 13-ü vururuq 3-ə 39, 39-u 2 çıxırıq 37, 37-ni vururuq 3-ə, eləyir 111, 2 çıxanda 109, 109-u 3-ə vuranda eləyir 327, 2 çıxanda 325. Cavab C variantı. Keçək 9-cu sualımıza. 9-cu sualımızda isə
Deyilir ki 9-cu sualda deyilir ki Murad, Yusif, Miran, İbrahim, Fərid və Fərhad dostluq edirlər. Onların hər biri digərlərinə öz şəkillərini verdi. Paylanan şəkillərin ümumi sayı nə qədər olacaq? Burada hədiyyələşməyə gəlir bizim sualımız, hədiyyələşmə. Hədiyyələşmənin düsturu belədir: n vurulsun, n çıxılsın 1 düsturundan həll edirik. Və burada neçə nəfər olduğunu sayırıq? Murad, Yusif, Miran, İbrahim, Fərid və Fərhad. Görürük ki, onlar 6 nəfərdirlər. O zaman yazırıq 6 vurulsun, 6 çıxılsın 1, yəni 6 vurulsun 5. Bu da eləyəcək 30. Cavab olacaq B variantı. Keçək 10-cu sualımıza. 10-cu sualımızda deməli 10-cu sualda bizə bir ədəd veribdir və burada biz rombu tapmalıyıq. Rombu taparkən baxırıq ki, biz ardıcıllığa görə getsək 35-dən əvvəlcə 6-nı çıxmalıyıq. 6-nı çıxarıq. Sonra alarıq 9 və 9-u tapdıqdan sonra 35-dən çıxarıq 26-nı, alarıq 9 və artıq mən bilirəm ki, bu orta hissədə, yəni romb vurulsun, romb bölünsün, romb çıxılsın, romb ifadəsində mən eyni ədəd olduqlarına görə bilirəm ki, eyni ədədi böləndə 1 verir və 1-i eyni ədədə vuranda yenə eyni ədədi verir və həmin ədəddən də eyni ədədi çıxanda bizə bura 0 verəcək. Deməli, artıq bura 0 olduğuna görə axırda mən sonda alıram ki, 3 vurulsun, romb bərabərdir 9 və rombu tapanda alaram 3, yəni C variantı. Suallarımız bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Uğurlar arzu edirəm hər birinizə. Sağ olun.